Bu istiqamətdə müəllimlər də, valideynlər də xüsusi diqqətli olmalıdırlar. Baxın, misal üçün, Dövlət İmtahan Mərkəzinin test bankları var, tərtib etdiyi test bankları. Bəli. Test banklarının arxasında düzgün cavablar da verilir. Müəllim ev tapşırığı evə verdiyi zaman abituriyent rahat bir şəkildə gedib arxasında test bankının cavablarına baxıb, qeyd edib, gətirib müəllimə təqdim edə bilər. Eləyənlər də var əlbəttə ki. Amma müəllim nə edir? Həmin suallardan, verilən ev tapşırığından 1-2 dənəsini şagirdə yoxladır. Baxın, görüm elə bu şagird həqiqətən özü mü yazıb, yoxsa o bankdan cavabları olduğu kimi köçürübmü? Bunu müəyyənləşdirdiyi kimi eyni şəkildə həmin ev tapşırıqlarını da abituriyentin və yaxud da şagirdin ChatGPT proqramlarından mı, yoxsa öz düşüncəsi ilə mi hazırlayıb, özü mü bu məsələni həll edib, tapşırığı həll edib, müəyyənləşdirib yoxlaya bilər. Salam, hər vaxtınız xeyir olsun əziz Planet FM dinləyiciləri. Siz Azərbaycanın ilk elmi maarifləndirici radiosunu eşidirsiniz. Zaman maşınında səyahətimiz başladı. Sizinlə mənəm Nigar. Bugün həmişə aktual olan mövzudan danışacağıq. Təhsil mövzusunda, təhsildə son vaxtlar tətbiq olunan yeniliklər barədə söhbət edəcəyik və bu yeniliklər nə dərəcədə faydalı olacaq, neçə ildən sonra biz onların faydasını görə biləcəyik. Bu mövzularda söhbət etmək üçün həmsöhbətim təhsil eksperti Ramin Nurəliyevdir. Ramin bəy, xoş gəlmisiniz. Təşəkkür edirəm ki, dəvətimizi qəbul etdiniz və gəldiniz. Təşəkkür edirəm. Mən də nazik dəvətiniz üçün sizlərə minnətdarlığımı bildirirəm. Eləcə də bizi izləyən izləyicilərimizi də salamlayıram. Minnətdaram və ondan başlamaq istəyirəm ki, Ramin müəllim, müasir təhsilin əsas funksiyası nədir? Şagirdə bilik vermək, yoxsa bacarıq vermək? İndi bu ingilis dilində istifadə olunan termindir hard skills və soft skills, yəni bilik, bacarıq və soft skills, yəni ünsiyyət bacarığı, yumşaq bacarıqlar deyirlər buna. Müasir təhsil bunlardan hansını verməyə prioritet bir vəzifə kimi qoyub qarşısına? Əslində biz belə deyək, təhsil sistemində hər ikisi, həm bilik, həm də bacarıq şagirdə verilməlidir. Bu mütləqdir. Yəni bunlardan hər hansı biri olmazsa, təbii ki, əskilik olar və istədiyimiz bir kadr gələcək üçün formalaşmaz. Biz hal-hazırda müasir texnologiyaların Azərbaycan təhsilində müəyyən qədər mərhələ-mərhələ tətbiqini rahat bir şəkildə müşahidə edirik, görürük. Elə bunun biri yaxın gələcəkdə yəqin ki, ehtimal olunur, süni intellekt proqramları ilə artıq orta ümumi təhsil məktəblərində, eləcə də ali təhsil müəssisələrində müəyyən fənlərin və ixtisasların açılması ehtimalı var. Və bunun da gələcəkdə əlbəttə ki, Azərbaycan təhsilinə texnologiyanın girməsi gələcəkdə şagirdlərimizin texnoloji avadanlıqlarla, texnoloji belə deyək, müasir sistemlə daha yaxından bələd olmasından xəbər verir. Mən hesab edirəm ki, və təklif də edirəm ki, əslində süni intellekt əgər bugün dünyada qloballaşırsa, dünya artıq süni intellekt üzərində durursa, biz də indidən artıq orta ümumi təhsil məktəblərimizdə süni intellekt fənlərini daxil etməliyik. Bu mütləqdir. Eləcə də ali təhsil müəssisəsində süni intellekt ixtisasını açmalıyıq. Bax, biz ali təhsil müəssisəsində data analitika ixtisasını yeni açdıq, keçən il açıldı bilirsiniz. Bu çox gözəl bir təşəbbüsdür. Bununla yanaşı süni intellekti də mütləq açmalıyıq. Çünki bizim gənclərimiz, baxırsan ki, məsələn, sosial platformalarda qarşımıza çıxır, baxırsan ki, həqiqətən də potensiallı gənclərimiz var. Orta məktəb şagirdə süni intellekt proqramları hazırlayır. Əgər belə bir potensialımız bizim varsa, biz orta məktəbdə bu şagirdlərə dəstək verməliyik. Və əgər biz belə deyək, inkişaf etmiş ölkələrlə gələcəkdə ayaqlaşmaq istəyiriksə, biz bunun təməlini yenidən qurmalıyıq. Ki, müəyyən vaxt sonra artıq biz həmin ölkələrdən geri qalmayaq bu istiqamətdə. Amma bunlar hamısı planlaşdırılmış şəkildə olmalıdır, Ramin müəllim. Mən bu baxımdan misal çəkə bilərəm özümdən. Nəyə görə? Çünki elə bir dövrdə bitirmişəm ki, məktəbi informasiya, kommunikasiya texnologiyalarının yeni-yeni inkişaf etməyə başladığı dövr idi və indi necə bizi təcrübə dovşanına dırnaqarası çevirmişlər, onu misal gətirəcəm. 2000-ci ildə bitirmişəm. Ümumi orta təhsilimi başa vurmuşam və bizə məktəbdə informatikanı tədris edirdilər. Çox primitiv şəkildə Pascal dili və Basic dilini tədris edirdilər. Özdə mənim təhsil aldığım məktəb tək-tük məktəblərdən idi ki, orada heç olmasa elektron hesablayıcı maşınlar var idi. Kompüterdən söz gedə bilməzdi. Və qəbul oldum Bakı Dövlət Universitetinə. Yeri gəlmişkən heç bir hazırlığa getmədən bu məsələyə də toxunacağam birazdan. Və o dövr elə bir dövr idi ki, 2000-lərdə təsəvvür edin, yeni əsr başlayıb, biz millenniallarıq və Google axtarış sistemi ümumiyyətlə yeni istifadəyə verilib bütün dünyada. Hələ ki, yəni elektron poçt anlayışı yeni gəlir və bizə başladılar informatika fənnini ali məktəbdə də tədris etməyə. Biz humanitar ixtisas üzrə təhsil alan tələbələrə informatika fənnini və üstəlik bu da azmış kimi ali riyaziyyat fənnini tədris olunmağa başladı. Çünki dedilər ki, gələcək informatikadadır, riyaziyyatdadır, hətta humanitar ixtisas üzrə təhsil alan tələbələr də xəbərdar olmalıdır bundan.
Hamı xəbərdar oldumu? Böyük sual altındadır. Yəni və istəyirəm ki, indi də tətbiq olunan yeniliklər var. Bax deyirsiniz, böyük potensiallı şagirdlər var, özləri süni intellekt proqramı hazırlayır. Bu əslində təəccüblü deyil. Təbii ki, Pascal və Basic dilini öyrənmiş insanların daha sonra süni intellekt proqramı hazırlamağa biraz qəribə səslənə bilərdi. Amma ki, indiki uşaqlarda bəli bu potensial var. Növbəti illər üçün istəyirəm ki, perspektivli olsun. Bax, indi tətbiq olunan Təhsil Nazirliyində həmişə çıxışlarında vurğuladığı məsələ var ki, indi tətbiq olunan bütün yeniliklər növbəti 10 illiklər üçün hesablanıb. Məsələn, 2026-cı ildə tətbiq olunan bir yeniliyin biz 2027-ci ildə bəhrəsini çətin ki görək. Bəli. Bu növbəti 10 illiklərə hesablanıb. Və bax, bu baxımdan müasir texnologiyaların tədrisə tətbiqində hansı məqama qədər ehtiyatlı olmaq lazımdır? Sırf süni intellektin məsələn. Mən əslində bu məsələdə xüsusilə də əsas yükün ali təhsil müəssisələrinin üzərinə düşdüyünü hesab edirəm. Çünki biz ali təhsil müəssisəsində öz ixtisasımız üzrə, öz sahəmiz üzrə formalaşırıq. Əgər ali təhsil müəssisəsi bu ixtisası açırsa, bu ixtisasın lazımi maddi-texniki bazanı təmin eləməlidir. Və yaxud da nəzəri biliklərlə yanaşı praktiki bilikləri geniş bir şəkildə mənimsətməlidir. Baxın, beynəlxalq təcrübəyə biz diqqət yetirdiyimiz təqdirdə, misalən, kompüter yönümlü texnologiyadan danışmışkən, kompüter yönümlü ixtisaslarda demək olar ki, tədris müddətinin, yəni 4 ilin 1/3-i praktikaya həsr olunur. Yəni tələbə nəzəri biliklərlə yanaşı keçdiyi, mənimsədiyi nəzəri bilikləri praktiki olaraq öyrənmə qabiliyyətinə. Amma bizdə baxdığımız təqdirdə 8 semestrin sadəcə 1 semestri praktikaya həsr olunur. Bu həqiqətən də çox ciddi boşluqdur. Yəni bu boşluq hesab edirəm ki, doldurulmalıdır. Əgər ali təhsil müəssisəsi kadr formalaşdırırsa və əlbəttə ki, bu gələcəyə hesablanan bir kadrdırsa, mütləq və mütləq nəzəri biliklərlə praktiki bilikləri mənimsətməlidir. Bu gün bizim ali təhsil müəssisəsindən məzun olan gənclərimiz əmək bazarında ciddi problemlərlə qarşılaşır. Yəni əmək bazarına çıxışı demək olar ki, əksəriyyətində məhduddur. Hansı ki, misal üçün ən az sadə bir ixtisası götürək, müəllimlik ixtisasını götürək. Müəllimlik ixtisasını bitirən gəncimiz birbaşa gedib MİQ imtahanında iştirak etməkdən ehtiyatlanır. Mütləq gedib müəyyən dəstək alır, repetitor yanına gedir və yaxud da hazırlıq kurslarına gedir. Heç müəllimliyi qoyaq bir qram mühasibatlığı bitirən. Mühasibatlığı bitirib, amma mühasibatlıqdan praktiki bilikləri demək olar ki, kifayət etmir. Məcburdur gedir kursa. İndi mən burada bax belə bir sual formalaşır. Əgər hər hansı bir kurs 6 aya, 1 ilə bu proqramları bu gənclərə öyrədə bilirsə və yaxud da hər hansı bir kurs müəllimlik ixtisasını bitirən bir pedaqoqa o MİQ imtahanının formatını öyrədə bilirsə, bizim ali təhsil müəssisələri niyə öyrədə bilməsin ki, elə deyilmi? Çünki ali təhsil müəssisəsi kadr yetişdirir. Əslində bunlar öyrətməlidirlər. Sadəcə müəyyən əskikliklərimiz var. Mən hesab edirəm ki, bu əskikliyin başında elə praktika gəlir, təcrübə proqramları gəlir. Biz ali təhsil müəssisələrinin rəhbərləri, mən bunu keçən dəfə də səsləndirdim, mütləq və mütləq bir qurumla razılaşıb, müqavilə bağlayıb həmin quruma tələbələri praktikaya göndərməməlidir. Məsələn, jurnalistika ixtisasıdır. Dövlət müəssisələri ilə yanaşı özəl sektora da açılmalıdır. Özəl televiziya, radio açılmalı ki, tələbə gəlsin, özəl sektorda da praktika keçsin, öyrənsin. Bu gün ali təhsil müəssisəsini bitirən gəncdən iş dünyasında təcrübə soruşulur. Bu təcrübəni harda keçməlidir? Düz deyil. Yəni bax bu boşluqlar mütləq və mütləq doldurulmalıdır. Texnoloji, xüsusilə də məsələn IT yönümlü, kompüter yönümlü sahələrdə, ixtisaslarda praktika daha çoxdur. Yəni tələbə sadəcə o köhnə Sovetdən qalma proqramlarla bir mütəxəssis ola bilməz. Mütləq və mütləq yeni texnoloji avadanlıqlardan tanış olmalıdır, işləmə qabiliyyətinə malik olmalıdır, öyrənməlidir, bilməlidir və ona görə dünya ilə rəqabətə çıxmalıdır. Və ümumiyyətlə məqsədi olmalıdır istənilən abituriyentin ki, mən əgər ali məktəbə qəbul olmaq istəyirəmsə, gələcəyim necə olacaq? 4 ilə bitirdim mən bakalavrı, 2 ildə yaxşı magistr təhsili aldım. Bundan sonra nə olacaq? Bəzən hansı ixtisasa mütləq qəbul olmaq üçün çabalayırlar abituriyentlər və sonda da belə məlum olur ki, məsələn, fəlsəfə ixtisası. Fəlsəfə ixtisasını bitirən məzun harda çalışsın? Rami müəllim, mən sizdən soruşuram. Bu gün biz qəbul imtahanlarının əgər keçid ballarına baxarıqsa, bu gün fəlsəfə ixtisası o qədər də perspektivli ixtisas sayılmır. Çünki fəlsəfə ixtisasını bitirənlər magistratura dərəcəsi almadığı təqdirdə əmək bazarında demək olar ki, müvəffəq ola bilmirlər. Magistratura dərəcəsi aldıqdan sonra hər hansı bir ali təhsil müəssisəsində fəlsəfə elmləri doktoru və yaxud da namizədlik aldıqdan sonra əmək fəaliyyətinə başlaya bilirlər. Yəni universitetdə dərsləyə bilirlər, qısacası deyək. Yəni ondan başqa demək olar ki, bu sahədə perspektivli bir iş yoxdur. İş tapa bilmirlər. İndi gələk, niyə seçirlər gənclərimiz bu ixtisası?
demək olar ki, bəzi ixtisaslara əl çatanlıq az olduğuna görə məcburiyyət qarşısında qalıb, xüsusilə 3-cü qrupdadır bu ixtisas, məcburiyyət qarşısında qalıb fəlsəfə ixtisasını seçməyə. Məsələn, mən seçim vaxtı abituriyentlərə, valideynlərə çox vaxt bunu təklif edirəm ki, biz Bakıdan kənara çıxıb eyni balla daha yaxşı ixtisasları seçə bilərik. Region ali təhsil müəssisələrini istiqamətləndirməyə çalışıram. Məsələn, tutaq ki, Bakıda olan bir ixtisasın əgər bala əl çatmazsa, həmin ixtisas regionda aşağıdır. Siz aşağı balla Bakıdakı perspektivliyi zəif olan ixtisası seçməkdənsə, perspektivliyi daha yaxşı olan region ali təhsil müəssisələrini seçim edə bilərsiniz. Amma çox təəssüflər olsun ki, həqiqətən də bu acı həqiqətdir. Bakıda yaşayan valideynlər övladlar getmək istəyir. Abituriyentlər çox rahat getmək istəyirlər. Amma valideynlər imkan vermirlər. Gözümüzün qabağında olsun. Yəni bu anlayış həqiqətən də ciddi gələcəkdə. Artıq valideyn nəyi düşünməlidir əslində seçim ərəfəsində? Şagirdin, övladının, abituriyentin gələcək karyerasını düşünməlidir. O ali təhsil müəssisəsini uşaq bitirdikdən sonra nə olacaq? Bunu düşünmədən gözümün qabağında olsun anlayışı ilə uşağı belə deyək kör eləyirlər. Məsələn, kənd təsərrüfatı ixtisasları nə qədər ehtiyac var yerli kadrlara, amma ki, çox təəssüf olsun ki, say azlığı var. Amma mən sizə bir şey deyim mi? Bax, bunu belə bu sizin radiodan elan edirəm, gələcəyə yönümlü. Zaman gələcək, kənd təsərrüfatı sahəsi çox böyük genişlənəcək. Niyə? Səbəbini deyim mi? Bəli. Bilirsiniz ki, süni intellekt artıq bir neçə sahəni öz caynağına alıb. Bu reallıqdır. Misal üçün, yaxın gələcəkdə bildiyiniz kimi mühasibatlıq demək olar ki, ixtisarlaşacaq. İqtisadiyyat yönümlü sahələr, süni intellekt proqramları, elə proqramlar hazırlanır ki, artıq mühasibə çox ehtiyac olmayacaq. Məsələn, bir təşkilatda əgər 10 mühasib vardırsa, artıq onlardan bəlkə də biri və yaxud ikisi qalacaq. Eyni şəkildə müəllimlik ixtisaslarına da. Türkiyədə yaxın keçmişdə hardasa bir 3-4 ay bundan əvvəl robot müəllim sinifə daxil oldu. Ona yüklənmiş süni intellekt data proqramları vasitəsilə, data analitika proqramları vasitəsilə rahat bir şəkildə tədris prosesini həyata keçirdi. Şagirdlərin suallarını cavablandırdı. ChatGPT proqramları var. Sual versən, eyni proqramlar yüklənib robota və girdi. Demək ki, bir robot əgər sinifə girib, sinifi idarə edə bilirsə və yaxud da belə deyək, bizim sertifikasiya imtahanında kəsilən müəllimlərdən daha yaxşı tədris prosesini həyata keçirirsə, artıq bu gələcəyə hesablanmış bir layihədirsə, çünki bu gün artıq belə deyək, inkişaf etmiş ölkələrdə dəqiq fənlər üzrə xüsusilə də bu sahə genişləndirilir. Əgər bu genişlənərsə, bu nə deməkdir? Bir neçə ixtisaslarda kadrlarda ixtisarlar formalaşacaq. Bu ixtisarlar formalaşdığı təqdirdə bu insanlar nə ilə məşğul olacaq? Yəni iş yeri yoxdur. Mühasibdir. Qalıb çöldə iş yeri tapa bilmir. Nə etməlidir? Məcbur qalacaq, kənd təsərrüfatına istiqamətlənəcək. Ya gedəcək rayonlarda, bəlkə də rayonlarda böyük bir canlanma da olacaq deyərdim. Bax bu sözü deyirəm burada. Bunu hələ heç kim deməyib. Bax bu sözü deyirəm. Kənd təsərrüfatı sahəsi bəlkə də yaxın 10-15 il içərisində qısa olacaq deyə bir şey yoxdur. Daha da canlanacaq. Çünki bu kütlə avtomatik həyatının dolanışığını təmin etmək üçün məcbur qalacaq kənd təsərrüfatına, əkinçiliyə, maldarlığa istiqamətlənəcək. Çünki başqa iş yoxdur. Yəni bəlkə də indi biz düşünürük, ofisantlığa və yaxud da satıcılığa gedəcək. Artıq satıcılıqda da elektron sistemlər tətbiq olunur. Xaricdə görmüsünüz, böyük ehtimal bizə də gələcək. Koreya Respublikasında var bu. Bəli, artıq bir müddət sonra bizə də gələcək. Bu artıq satıcılar da qalacaq işsiz. Yəni bu kütlənin böyük bir qismi kənd təsərrüfatı istiqamətlənəcək. Ona görə də mən düşünürəm ki, kənd təsərrüfatı seçimi o qədər də səhv seçim olmaz. Həm də ərzaq və qida təhlükəsizliyi məsələsi də var axı. Yəni gələcək bu strateji məsələdir deyə. Bəli. Kimsə kənd təsərrüfatına mütləq məşğul olmalıdır. Biz yəni kosmik qida ilə qidalana bilmərik. İstənilən ölkənin ayaqda durması üçün onun ərzaq və qida təhlükəsizliyi bir nömrəli məsələlərdəndir. Ona görə də yəni kənd təsərrüfatı prioritet sahədir. Əslində həmişə prioritet olub. Sadəcə şəhərləşmə, urbanizasiya, şəhər peşələrinin dırnaqarası yaranması biraz oradan kənddən uzaqlaşmamıza səbəb olub ki, yenidən deyəsən köklərə qayıdırıq. Artıq mən yəni bunun qısa bir müddətdə olması biraz mümkünsüz görünür, amma yaxın gələcək üçün ehtimal edirəm. Bu mənim şəxsi düşüncəmdir. Rami müəllim, indi kiçik bir fasilə verəcəyik. Daha sonra nəyə görə repetitorlara bu qədər tələbat var hələ də? Bu mövzuya toxunacağıq. Əziz dinləyicilərimiz, təhsil eksperti Ramin Nurəliyev bugün zaman maşınında mənimlə həmsöhbətdir, dalğanı dəyişməyin. Əziz dinləyicilərimiz, Planet FM-də təhsil eksperti Ramin Nurəliyevlə söhbətim davam edir. Ramin müəllim, mən heç bir repetitor yanına getmədən, əlavə hazırlığa getmədən ali məktəbə qəbul olmuşam.
Amma indi repetitor yanına getmədən ali məktəbə qəbul olmaq demək olar ki, qeyri-mümkün bir işə çevrilib. Nəyə görə? Burada problem nədədir? Bax sizə deyim, mən ali məktəbə imtahan verəndə o testdə düşən suallara baxıram və ötən il mən 3-cü qrupa imtahan vermişəm. Ötən il 3-cü qrupun suallarına baxıram, görürəm ki, bu üstündən uzun müddət keçməsinə bağlı deyil. Suallar elə tərtib olunub ki, sən sualı başa düşmək üçün bir 5 dəqiqədə əlavə vaxt sərf eləməlisən. Daha sonra variantlardan hansının doğru olduğunu təxmin etmək üçün bir 5 dəqiqədə əlavə vaxt sərf eləməlisən. Nəzərə alsaq ki, bu imtahanda orada vaxt məhduddur və yəni nəyə görə orta məktəb proqramının ali məktəb sualları, ali məktəbə qəbul imtahanlarında suallarla üst-üstə düşməməsinə bağlıdır? Yoxsa niyə suallar bu cür tərtib olunur ki, elə təəssürat yaranır ki, biz sanki sol qulağımıza sağ əlimizdən qaçdırırıq? Niyə belə olur? Burada iki əsas problem var. Böyük problem iki dənədir. Birinci, orta ümumi təhsil məktəblərində tədris proqramı qəbul imtahanının tədris proqramı ilə eyni olsa da ciddi problem siniflər üzrə proqramdır. Baxın, mən sizə bunu loru formada izah edeyim, elə izləyicilərimiz də rahat başa düşsünlər. Hər hansı bir fənni götürək Azərbaycan dili fənnini. Azərbaycan dili fənnindən hər hansı bir şagird 5-ci sinifdə fonetikanı keçir, leksikanı keçir. 6-cı sinifdə nitq hissələrini keçir. 7-ci sinifdə feil, köməkçi nitq hissələrini keçir. 8-ci sinifdə söz birləşmələri, cümlə üzvləri. 9-cu sinifdə mürəkkəb cümlə, 10-cu, 11-ci siniflərdə də dil, dilçilik, nitq mədəniyyəti və s. İndi mən sizə bax belə bir sual verim. 11-ci sinifə gələn bir şagird ümumi olaraq həmin qəbul proqramının sadəcə 5%-ni görür. Dil, dilçilik, nitq mədəniyyəti, düzdürmü? Bəli. Yəni 3-4 mövzunu görür. Bu şagird o 3-4 mövzuya sadəcə 10-11-ci sinifdə hazırlaşarsa, ali təhsil müəssisəsində kifayət qədər bal toplaya bilərmi? Yox. Xeyr. Bu uşaq məcburdur. Çünki 5-ci sinifdə artıq fonetikanı keçib yadından çıxıb. 6 tədris ili keçib üstündən. 11-ci sinifə gələn bir uşaqsan 6 il keçib üstündən. 6-cı sinifdə nitq hissələrini keçib və burada ana qaynağı nədir bilirsinizmi? İkinci məsələ də Dövlət İmtahan Mərkəzinin qəbul imtahanında düşən suallarıdır. Bu gün şagirdləri repetitor yanına məcbur edən Dövlət İmtahan Mərkəzinin qəbul imtahanında düşən sualların ağırlığı, çətinliyidir. Bax, özünüz də az öncə qeyd elədiniz ki, mən suallara baxdım, həqiqətən də vaxt tələb eləyən suallardır. Yəni sanki suallar belə hazırlanır. Biz necə eləyə bilərik abituriyenti çaşdıraq? Yəni abituriyent yaza bilməsin. Yəni sanki belə bir təəssürat formalaşır suallara baxanda. Baxın, abituriyentlərin repetitor yanına getmədən qəbul imtahandakı suallara hazırlaşması mümkünsüz görünür. Demək ki, Dövlət İmtahan Mərkəzinin sualları və orta ümumi təhsil məktəbində olan tədris proqramı bütün abituriyentlərin qəbul imtahanından hazırlaşmaq üçün repetitor yanına göndərmək, istiqamətləndirir. Rahat bir şəkildə desək. İndi gələk, belə deyək, özəl hər hansı bir təhsil müəssisəsini götürək. Əgər bugün özəl təhsil müəssisəsinin məzunları da repetitor yanına gedirsə, yəni bəzən deyirlər, yox, məktəblərdə dərs keçirmir. Xeyr, məktəblərdə mən rahat bir şəkildə deyirəm, müəllimlərimiz fədakarlıq göstərir, dərs keçirlər. Müəllimlərimiz lazımi səviyyədə dərs keçirlər. Müəllimə nə proqram vermisənsə, müəllim onu keçir. Məktəbdə dərs keçirir, o problem deyil. Sadəcə qəbul sualları ilə uyğunluq olmadığına görə, bax, bugün əgər ən yaxşı qəbul edərsiniz də, qəbul imtahanında ən yaxşı nəticə göstərən məktəblərdən biri də Dəyanət liseyidir. Bugün Dəyanət liseyinin əgər 50%-dən yuxarısı, hətta mən deyərdim 70-80% şagirdləri yuxarı, 11-ci sinif şagirdləri repetitor yanına gedirsə, bu nə deməkdir? Orada dərs keçilmirmi? Keçilir və əlavə olaraq repetitor yanına gedir. Demək ki, qəbul imtahanının, Dövlət İmtahan Mərkəzinin suallarının çətinliyindən qorxur. Ehtiyat edir, daha yaxşı bal toplamaq üçün getmək məcburiyyətində qalır. Yəni, düşünün, özəl liseyə hər hansı bir məvacibi valideyn verir, bununla yanaşı əlavə bir də müəllim yanına gedir uşaq. Orada məvacib ödəyir. Yəni, bu artıq nəyi göstərir? Qəbul imtahandakı sualların ağırlığını, çətinliyini göstərir. Ehtiyat edir abituriyent. Mən gedib müəyyən nəticəni əldə edə bilmərəm qorxusu var abituriyentdə. Çünki həqiqətən də verilən sualların çətinliyi, ağırlığı az öncə sizin də qeyd etdiyiniz kimi vaxt məhdudiyyəti ilə üst-üstə düşmür. Yəni, şagirdlərin əksəriyyəti deyir ki, vaxtım çatmadı. Çünki həqiqətən də vaxt tələb edən suallar olur.
Və bu da istər-istəməz, misal üçün tutaq ki, dinləmə suallarına şagirdlərin, abituriyentlərin ciddi narazılıqları var idi. Yəni, dinləmə sualları bir dəfə abituriyentə təqdim olunur və müəyyən texnoloji avadanlıqlar olmadığı təqdirdə istər-istəməz dinləmədə müəyyən problemlər yaşanır. Təkrar dinləmə istənildiyi təqdirdə icazə verilmir. Bəli, müəyyən qayda qoyula bilər, icazə verilməyə bilər. Biz buna haqq qazandırırıq. Dövlət İmtahan Mərkəzi həqiqətən də düzgün işləyən, yəni belə deyək, öz işində özünü sübut edən bir qurumdur. Yəni hər birimizdən bunu soruşsaq, cəmiyyətin bütün üzvlərindən soruşsaq, Dövlət İmtahan Mərkəzi haqqında müsbət fikirdədir. Biz də müsbət fikirdəyik. Biz qətiyyən düşmən deyilik. Biz Dövlət İmtahan Mərkəzi və xüsusilə də məsələn Dövlət İmtahan Mərkəzini bu səviyyəyə gətirən Məleykə xanım Abbaszadadır. Bunu da etiraf edirik. Amma müəyyən mənfilər də var. Bu mənfiləri də səsləndirməliyik, deməliyik və bu mənfilərdə müəyyən nəticə çıxarılmalıdır. Əgər abituriyentlər apellyasiya müraciətindən narazıdırsa, bu məsələyə ciddi baxılmalıdır. Yəni əvvəllər apellyasiya müraciəti necə idi? Abituriyent müraciət edirdi apellyasiyaya, tutaq ki, sualı səhv yoxlanılıb. Dövlət İmtahan Mərkəzi abituriyenti dinləyirdi. Amma keçən il qərar verildi, abituriyenti dinləmədən birbaşa qərar verildi. Belə apellyasiya olmaz. O zaman bunun adını dəyişək. Apellyasiya qoymayaq bunun adına. Yəni bu doğru bir yanaşma deyil. Dəyişiklik olsun. Amma doğru dəyişiklik olsun. Abituriyentin dinlənilsin. Abituriyentin dinləmədən, abituriyent sizə müraciət edir ki, bu sualı səhv yoxlamısınız. Onu dinləmədən siz ona necə qərar verə bilərsiniz? Yəni bilirsinizmi, bəzi o belə xətalar mütləq və mütləq müəyyən belə deyək, gözdən keçirilməli, diqqətə alınmalıdır. Və ümumiyyətlə Ramil müəllim, məncə hardasa təzad yaranmamalıdır. Yəni belə təəssürat yaranır ki, orta məktəbdəki tədris Venera planetindəndir. Dövlət İmtahan Mərkəzinin tərtib etdiyi suallar isə Mars planetindəndir və onların arasında mütləq təzad, əks fikir var. Niyə? Axı orta məktəbdə də bu dəqiqə soruşdursaz, istənilən valideynə bu sualı ünvanlasaz, deyəcək ki, uşağın tədris proqramı həddindən artıq çətindir. Kiçik summativ qiymətləndirmə, nə bilim, deyəsən indi amma imla, inşa yazılmır, səhv etmirəmsə, elədir? Bəli, inşa da var. Belə deyək, mətnlər üzərində daha çox, indi ingilis dilindən inşa verilir. Onun üzərində abituriyentlər müəyyən sualları cavablandırırlar. Burada yaxın, əsas problem nədir bilirsinizmi? Baxın, Dövlət İmtahan Mərkəzi 5-ci sinifdə şagirdi deyir, proqramları eynidir. Yəni bunu ilk dəfə Planet FM-də səsləndirirəm. İzləyicilərimiz də bilsin. Deyir, proqram eynidir. Qəbul edirəm, bəli, 5-ci sinifin proqramı eyni şəkildə orta ümumi məktəblərində tədris olunur, Dövlət İmtahan Mərkəzində tədris olunan proqrama uyğun sual tərtib olunur. Amma sualın çətinlik səviyyəsi 5-ci sinifə niyə uyğunlaşdırılmır? Axı sən fonetikanı 5-də keçirsən, düzdürmü? Niyə 11-in səviyyəsinə görə fonetik sualları salırsan? Və yaxud da nitq hissələrini, isim, sifəti, sayı, əvəzliyi, feilini sən sinifdə keçirsən, 6-7-ci siniflərdə, düzdürmü? 6-7-ci sinifin təfəkkürünə uyğun o sualları tərtib elə də. Demirsən, mən o proqramdan kənara çıxmıram. Düz deyil. Yəni mən o keçən dəfə də təklif elədim, səhv eləmirəmsə, Bakı TV-də. Dedim ki, Dövlət İmtahan Mərkəzi orta ümumi təhsil məktəbləri isə sinif testləri hazırlayır da. Niyə ondan sual salmır? Sual salsın da ondan da qəbul imtahanına. Abituriyentlər bilsinlər ki, bu sinif testlərini biz tərtib ediblər. Orta ümumi təhsil məktəbində bu sinif testlərindən istifadə edirik. Bir dənə, iki dənə hər fəndən sual salaq. Salınmır. Niyə? Çünki asandır. O şagirdin o səviyyəsinə uyğun hazırlanıb, 6-cı sinif səviyyəsinə uyğun. Qəbul imtahanını onu salmaq olmaz. O çətindir. Çətin olmalıdır. Yəni bax, bu anlayış yanlış anlayışdır. Əgər 8-ci sinifdə söz birləşməsi 8-ci sinifin təfəkkürünə uyğun keçirilirsə, qəbul imtahanında da o təfəkkürə uyğun suallar tərtib olunmalıdır. Yəni 11-ci sinifin söz birləşməsinin təfəkkürünə uyğun suallar tərtib olunmamalıdır. Bax, problem oradadır. Çətinlik oradadır. Biz demirik ki, asan olsun hamısı. Çətin də olmalıdır. Əlbəttə, Dövlət İmtahan Mərkəzinin öz təlimatnaməsində var. Suallar qəbul imtahanında asan, orta, çətin olmalıdır. Bunu hamımız qəbul edirik. Amma yəni o sual əgər, üzr istəyirəm, o mövzu əgər 8-ci sinifdədirsə, 8-ci sinifin təfəkkürünə uyğun sualı saldı. Ən idealı budur, ən doğru olanı budur. Yoxsa 9-cu sinifdə mürəkkəb cümlədə 11-ci sinifin düşüncəsinə görə və yaxud da 5-ci sinifdə fonetika həqiqətən də sadə keçirilir. Sən də qəbul imtahanında 5-ci sinifdə axı onu keçmisən o mövzunu. Ona uyğun salınmır amma. Çox təəssüflər olsun ki, həqiqətən də çətin salınır. Yəni mövzu çətin olduğuna görə istər-istəməz abituriyent o vaxtda da problem yaşayır. Və son nəticədə də Ramil müəllim, bunu çətin edib nəyə nail oluruq ki, onsuz da hamı ali təhsil alsın deyə bir fikir var bizim cəmiyyətdə. Məsələn, bayaq da dediyimiz kimi az bal toplayıb fəlsəfə ixtisasının keçid balı biraz aşağıdır deyə ora qəbul olur və sadəcə 4 il oxuyur, heç nə başa düşmür ki, ondan nə tədris ediblər, heç bir fəlsəfi cərəyanı anlamır. Daha sonra bitirdi, lap magistrda, magistr təhsilində aldı ki, heç olmasa ali məktəbdə dərs deyə bilsin, kafedrada qalsın. Vəssalam, nəyə nail olur ki, onsuz da az bal toplamışdı və yaxud da kimsə demək olar bütün sualları cavablandırıb 698 bal toplayıb
və yaxşı bir mütəxəssis ola bilər. Yəni buradakı fərqləndirmə biraz yəni düzgün deyil məncə. Çox bal toplayanlar üçün ayrıca suallar olmalıdır, sualların çətinlik dərəcəsinə görə. Az bal toplayanlar üçün ayrıca olmalı suallar. Yəni mən əgər az bal toplayacağamsa, mən nəyə görə Azərbaycan dilini indi nəyə görə misal göstərək? Çünki bütün qrupların qəbul imtahanında Azərbaycan dilindən cavablandırmalıdırlar abituriyentlər. Mən nəyə görə Azərbaycan dilindən yəni çox çətin də deyil. Biz təbii ki, hamımız öz dilimizi mükəmməl bilməliyik. Amma sual elə tərtib olunur ki, yəni sualı oxuyub başa düşmək üçün biz Azərbaycanlı olsaq belə bəzi istifadə təlimatları olur. Oxuyursan heç nə anlamırsan ki, bura nə yazılıb. Yəni elə cümlələrdən istifadə olunur ki, bu da eyni ilə. Yəni sualı oxuyursan başa düşmürsən ki, səndən nə tələb olunur. O ayrı seçkili Dövlət İmtahan Mərkəzi tərtib etməz. O yəni daha savadlılar üçün ayrıca test forması, daha məsəl adi qəbul imtahanı, buraxılış imtahanı bilirsiniz müxtəlif tarixlərdə olurdu. 3 fərqli tarixdə olurdu. Bunu belə narazılıq olurdu. Çünki bir tarixdə olan sualların digər tarixdə olan suallardan asan və yaxud da çətin olduğunu abituriyentlərə bildirirdilər və narazılıq edirdilər. Hətta yəni hal-hazırda böyük ehtimal bu ildə olacaq. Son illərdə bu şəkildə davam eləyir. Əgər onu o tərtib olunarsa, axı biz Dövlət İmtahan Mərkəzi bilmir hansı şagirdin, abituriyentin səviyyəsi nə yerdədir. Yəni onu aşağı zəif qrupa, bunu güclü qrupa salınması biraz məncə doğru olmaz, doğru yanaşma olmaz və ciddi problem olar. Amma ümumi olaraq yəni sualların belə deyək, tərtibatını mürəkkəbləşdirməsə məncə daha yaxşı olar. Biraz asanlaşdırsın. Məsələn, belə bir şey deyim mən sizə. Düşünün, siz özünüz də ali təhsil müəssisəsini bitirmisiniz, 3-cü qrup olmusunuz da, ən belə çətin həqiqətən də qruplardan biridir 3-cü qrup. Bax, belə bir sizin özünüzlə müzakirəni bunu aparaq. Tutaq ki, deyək, jurnalistika ixtisasına 300 balla qəbul olan abituriyentlə 500 balla qəbul olarsa, yəni suallar asanlaşdırılsa, o abituriyent 500 balla jurnalistikaya qəbul olarsa, burada nə itiririk biz? Bir şey itiririkmi? Sualların sadəcə keyfiyyəti aşağı düşəcək. Misal üçün, plan yeri dövlət verir 62.000. Biz müsabiqəyə buraxırıq, çətinləşdirdiyimiz təqdirdə buraxırıq 65.000. Buraxırıq 75.000. Suallar asan eləyək, ballar yüksəlsin. Düzdürmü? Suallar asan olanda ballar istər-istəməz yüksəlir də. Qoy bir ixtisasa, indi jurnalistikada 300 bal deyə. Elə ixtisaslar var ki, 170 baldır. 180 baldır. Və həqiqətən də evdə uşaq 170-180 balla bir yerə qəbul olanda valideyn özü belə şübhəyə düşür. Yəni bu 170 bal toplamısan az mı? Yəni aşağı bal göstərilməsinin mənası nədir ki? O ixtisası biz göstərək 350 balla. Sualları asanlaşdırsaq, abituriyentlərin avtomatik balları artacaq. Ballar artdığı təqdirdə müsabiqə şərtlərində də ballar yüksək görünəcək. Qoy bir ixtisasın keçid balı 170-180-200 bal olmasın, olsun 300-350 bal. Daha yaxşı deyilmi? Həm gözəl səslənər, həm istər-istəməz belə deyək, o ixtisasın dəyərini artırar. Yəni 170 balla hamı gülür bu dəqiqə. 170 balla və yaxud da müəllimlik ixtisası deyək. O boyda müəllimlik, hörmət göstəriləcək, cəmiyyətin hörmət göstərdiyi, etibar etdiyi müəllimlik ixtisası gəlib bəzi ixtisas qruplarında 250-300 bal ətrafındadır. Qoy olsun 450-500 bal. Yəni bunu etmək olarmı? Əlbəttə ki, olar. Bunun etməyin yolu hardan gəlir? Sualları asanlaşdırmaqdan. Məsələn, buraxılış imtahanında son 2 ildə həqiqətən də suallar sadələşdirildi. Hər kəs də alqışlayırdı həqiqət. Çox gözəl idi. Niyə? Çünki müsabiqəyə daha çox abituriyent buraxılmışdı. Yəni bu blok imtahanlarına da həsr olunsa, qəbul imtahanlarının 2-ci mərhələsinə, əlbəttə ki, bunu biz ayaqda alqışlayarıq. Bunu həm cəmiyyətin bütün kateqoriyası, valideynlər də, abituriyentlər də, hətta müəllimlər də alqışlayar. Yəni, çünki istər-istəməz soruşur, hara qəbul olmuşsan, uşaq deyir, misal üçün, tutaq ki, deyək, inşaat mühəndisliyinə neçə balla? 210 balla, 205 balla. 205 balla o boyda inşaat mühəndisliyinə qeyri-adi səslənir həqiqətən. Amma biz baxırıq, misal üçün, biz Türkiyədə ali təhsil müəssisəsində inşaat mühəndisliyi ixtisasına baxırıq, həqiqətən də ciddi yüksək baldır. Amma bizdə o ixtisasın artıq, belə deyək, çünki keçid balına baxırlar. Abituriyent valideyn nəyə qiymətləndirir, bilirsinizmi? Universitetin fərqini hardan baxır, bilirsinizmi? Dövlət İmtahan Mərkəzinin jurnalından. Aha, bu universitetdə keçid balı bu qədərdir. Bu universitetdə həmin ixtisasdan söhbət gedir, inşaat mühəndisliyi. Bu universitetdə bu qədərdir. Hə, bu daha yaxşıdır, bunu ön sırada yazır. Və elə müəllimlə abituriyent baxsa, Ramin müəllim dərdiyar, bu kodlaşdırmanı edən xüsusi insanlar var da. Onlar yəni harasa düşsün təki uşaq. Bu prinsiplə kodlaşdırma edirlər. O da çox əlbəttə ki, böyük bir problemdir. Bu gün biz sosial platformalarda baxırıq. İxtisas seçmə ərəfəsində, yəni bu işi bilən, bilməyən hər kəs başlayır, canlı açır və bizim valideynlər də buna inanırlar. Və inanın, mən bir neçəsinin şahid olmuşam danışdığı təqdirdə, inanın, verilən suallara düzgün cavab verə bilmirlər. Valideyn istər-istəməz canlıda sual verir, verilən suala düzgün cavab verə bilmir bu adam.
Yəni bu adam 1 ildir, 2 ildir bu işi görür, bilmirəm, görmür, necə görür. Əslində misal üçün keçən qəbul imtahanında vəziyyət belə kritik oldu. Mən hələ səsləri bəzilərinin çıxım, bəzilə valideynlər ciddi narahatlıqlarını ifadə elədilər. Yəni biz getdik, uşağın 500 balı vardısa, uşağa de narahat olma, qəbul olacaqsan. Baxırsan ki 350 ballıq yerə yerləşdirib. Yəni 350 ballıq yeri sən yazsan onsuz da ora qəbul olacaq o uşaq. Yəni məharət ondadır ki 500 ballıq uşağı 500 ballıq yerə yerləşdirə biləsən. Yəni ona uyğun bir yerə yerləşdirə biləsən. O insanların əksəriyyətinə baxın özlərini reklam edirlər və etdiyi reklam da qəbul olmayanları reklam eləmirlər, qəbul etdiklərini reklam edirlər. Yəni bu həqiqətən də böyük problemdir və cəmiyyətimiz çox təəssüflər olsun ki, bəzən bir var misal üçün təhsil sahəsində bu sahədə həqiqətən də peşəkar olan şəxslər var. Yəni mən indi buradan ad çəkmək istəmirəm. Yəni bizim ölkədə təhsil ekspertləri, təhsil mütəxəssisləri var ki, həqiqətən bu sahədə peşəkardırlar. Yəni onların baxırsan ki, heç biri nə canlı açır, nə sosial platformaya çıxır. Çünki bu adam peşəkardır, bunun ehtiyacı yoxdur. Yəni bu özünü o səviyyəyə salmaq istəmir. Yəni çıxım. Amma baxırsan ki, tanınmayan bir şəxsdir, hər hansı bir kurs rəhbəridir və yaxud da nə bilim kursda işləyən bir müəllimdir. Çıxıb mən ixtisas seçimi edirəm və onun haqqında danışır. Danışdıqlarının da 30%, 40%, 50% səhvdir. Verdiyi cavablar səhvdir. Yəni ixtisasa biz neyinir? Nigar xanım, ən gülməlisi nədir bilirsinizmi? Valideyn sual verir ki, mənim uşağımın 350 balı var. Mənim uşağım bu ixtisasa qəbul ola bilərmi? Açır keçən ilki jurnalı, deyir narahat olmayın, qəbul olacaq. Biabırçılıq deyir. Keçən ilki siz özünüz baxmısınız, hər il qəbul balları dəyişir. Keçən ilki jurnaldakı keçid balı ilə, qəbul balı ilə sən abituriyentə və yaxud da valideynə cavab verirsənsə, sən peşəkar deyilsən deməkdir. Yəni bu zamana qədər görmüsünüz hər hansı bir təhsil mütəxəssisi, yəni var da ölkədə məşhurları var. Təhsil mütəxəssisinə sual verirsən ki, bu balla mən ali məktəbə falan ixtisasına qəbul ola bilərəmmi? Hə, narahat olma, qəbul ola bilərsən sözünü desin. Yəni mənə neçə dəfə bu sualı ünvanlayıblar. Mən qətiyyən demişəm ki, bu haqqda indi məlumat vermək olmaz. Mən sənə hə deyərəm, yalanlış demiş olaram. Yox deyərəm. Statistika çıxmadan Dövlət İmtahan Mərkəzindən qəbul imtahanından sonra statistika jurnalları elan eləyir və həmin jurnallarda statistik analiz aparmadan bu barədə söz demək qətiyyən olmaz. Yəni deyərsən səhv olar. Bu bilirsiniz nəyə bənzəyir? Elə yenə özümdən misal çəkim. Mən ali məktəbə qəbul olanda ballar məhz 2000-ci ildə bilmirəm nəyə görəsə çox yüksəldi. Ya abituriyentlər həddindən artıq savadlı idi, ya nə isə. Məsələn 1998-99-cu illərdə əgər 350-dən çox balla Bakı Dövlət Universitetinin hüquq fakültəsinə qəbul olurdularsa, bizim məktəbin məzunları, mən bitirən ili 500-dən çox balla belə qəbul olmaq mümkün deyildi. Yəni 500-dən çox balla Azərbaycan Dili və Ədəbiyyatı fakültəsinə qəbul olmuşdum şəxsən mən. Yəni halbuki onunla beynəlxalq münasibətlər fakültəsinə qəbul olmaq mümkündür və onu da deyim ki, mən ümumiyyətlə hüquq ixtisaslarını yazmamışdım. Çünki mənim o sahəyə marağım yox idi. Marağım nəyə idisə, onu da qeyd etmişdim. Bax bu da var. 15 ixtisası və mən bitirəndə 8 ixtisas deyəsən seçmək yox, onu bizdən sonra etdilər. 15 ixtisas seçmək olardı. Mən cəmi 4 ixtisas yazmışdım, təsəvvür edin. Yəni marağınız nəyədirsə onu qeyd etmək lazımdır. İxtisas seçimində valideyn abituriyent danışanda eşitmişəm, səsləndirirlər. İnanın öncədən pullarını alır, deyir filan tarixdə gələrsən, filan tarixdə gedir və həmin adamı görmür, köməkçilərinə seçim elətdirir. Yəni bu həqiqətən böyük ayıbdır. Baxırsan ki, sosial platformadan özünü reklam edib kifayət qədər adam toplayıb. Çünki hər hansı bir mütəxəssis əgər yarım saatdan az abituriyentə vaxt ayırırsa, bu abituriyent alladır deməkdir. Həqiqətən alladır. Yola verir, başından eləyir deməkdir. Və çox təəssüflər olsun ki, bizim valideynlərimiz hələ də o şəxslərə inanırlar, etibar edirlər. Yəni çünki abituriyentin statistik analizi çıxarılmadan, yəni tutaq ki, toplayıb 350 bal. 350 balı həmin qəbul ilinin keçid ballarına uyğunlaşdırmadan, onun həmin yerə düşüb düşmədiyini müəyyənləşdirmədən o ixtisası abituriyent üçün yazmaq olmaz. Mümkün də deyil. Yazarsan səhv eləyərsən. Baxır keçən ilki bala uyğun götürür, sıralayır. Neçə abituriyent çöldə qaldı? Baxın, bu qəbul ilində 10 abituriyent 600-dən yuxarı bal topladı, çöldə qaldı. Bəli. Yəni 500-dən yuxarı neçə abituriyent vardı, bal toplayıb çöldə qalıb. Niyə? Çünki düzgün seçim olunmayıb. Ya özü seçim eləyib düzgün aparmayıb və yaxud da kimə isə seçim elətdirib düzgün aparılmayıb. Yəni elə abituriyent də vardı ki, göz yaşı tökür. Niyə? Topladığı bal daha yaxşı ixtisasa qəbul olmasına imkan verirdi, amma
bu balla daha aşağı yerə abituriyentin seçimini həyata keçiriblər. Yəni bu da böyük bir faciədir həqiqətən. Çünki abituriyentin çəkdiyi əziyyət var. O abituriyent orta ümumi təhsil məktəbindən gəlir, bəlkə də çörəyi ayaq üstə yeyir, çantasını atır belinə, kitablarını yığır, gedir hazırlıqlara. 5-6 bax bu da ən vacib məqamdır. Ən böyük problemlərimizdən biri budur. Mən hətta Dövlət İmtahan Mərkəzindən nümayəndəsinə də bunu görüşdə təklif eləmişdim ki, biz niyə qəbul imtahanını 5-6 fəndən keçiririk? Çox deyilmi 5-6 fəndən? Yəni düşünün, bir fəndən sertifikasiya imtahanında illərlə ixtisasını tədris edən müəllim sertifikasiya imtahanına gedir, girir və mənfi nəticə əldə edir. Keçə bilmir, 50% toplaya bilmir. Müəllim öz ixtisası üzrə illərlə dərs keçir, bir fəndən. Amma biz abituriyentdən 6 fəndən qəbul imtahanı tərtib edirik və 6 fəndən daha yaxşı cavablandırılmasını istəyirik. Absurd deyilmi? Həqiqətən də absurddur da. Yəni baxırsan ki, ciddi problemdir bu. Ona görə də fənlərin sayını düşünürəm ki, azaltma. Bax, Qazaxıstan nümunəsini verək. Qazaxıstan modelində qəbul necədir bilirsinizmi? 4 fəndən imtahan keçirilir. 1. Qazax tarixi, Qazax dili, Qazax ədəbiyyatı, Qazax coğrafiyası. Bitdi. Abituriyent girir, bu fənlərdən imtahan verir, çıxır. Qəbul imtahanına o nəticəyə əsasən qəbul olur. Yəni bizdə misal üçün tarixdən Çinin tarixi bizim nəyimizə lazımdır? Uşaq tutaq ki, deyək ki, 3-cü qrupdur. 3-cü qrupda hər hansı başqa bir ixtisasa tutaq ki, deyək ki, müəllimliyə qəbul oldu və yaxud da hüquqa qəbul oldu. Bu uşaq Çinin tarixini neyinir? Və yaxud da Çin deməyək, indi başqa hər hansı bir ölkənin tarixi, Monqolistanın tarixini neyinirik biz? Niyə biz onu qəbul imtahanımıza salaq ki? Və ümumiyyətlə Rami müəllim, o tarixdən söz düşmüşkən ən məni qıcıqlandıran suallar birisi hansılardır? Məsələn, Çində filan tarixi hadisənin baş verməsindən neçə il sonra qədim Yunanistanda filan hadisə baş vermişdi. Yəni humanitar dolaşığa düşür uşaq istər-istəməz. İxtisasa qəbul olmaq istəyən bu nə verir abituriyentə? Heç bir şey vermir də. Adi hesablanma, əzbərçilik. Ən çətin sual, vaxt aparan sual hansıdır bilirsinizmi? Abituriyentə verilən və 3-4 məzmunu tələb edən suallardır. Yəni o 3-4 məzmunu tələb edirsən, o tarixi bilməlisən, o tarixdən bu tarix arasında müqayisəni aparmalısan və iki tarixi müəyyənləşdirəndən sonra müqayisənin riyaziyyatı da artıq keçir. Riyazi həllini tapıb ona görə nəticəni açıqlamalısan. Yəni bu gün biz belə deyək, əsas inkişaf etmiş ölkələrin qəbul imtahanına baxanda, bəli, məsələn, məntiq əsaslı sualların salındığını görürük. Yəni bizdə də Dövlət İmtahan Mərkəzi məntiq əsaslı sualları tərtib edir, bunu qəbul edirik. Amma məntiq əsaslı suallar tərtib olunduğu təqdirdə ona uyğun vaxt verilməlidir. Yəni bizdə konkret olaraq suallar üçün verilən cavab 3 saatdır. Suallar qəlizləşir, çətinləşir, bayaq qeyd elədiyim mətnlər daxil olur və yaxud da inşaat daxil olur, amma vaxt eyni vaxtdır. Yəni istər-istəməz abituriyent buna müəyyən bir vaxt tələb eləməlidir. Sən sualın bir vərəq sual mı olar? Mətn suallarına baxmısınız da yəqin ki, bir vərəq sual, abituriyent zaten onun 5 dəqiqə, 6 dəqiqə ancaq oxuyur o sualı. Bir vərəq əgər sual vermisənsə, o bir vərəq suala görə 10 dəqiqədə vaxt artır da. Sonuna gəlib çıxanda əvvəliyyatdan çıxır. Yəni. Təhsil eksperti Rami Nurəliyev əziz dinləyicilərimiz, həmsöhbət müəllimlə çox kiçik bir fasiləmiz var. Daha sonra davam edirik. Süni intellektin təhsilə bu qədər yaxından gəlməsi hansı təhlükələri yarada bilər? Bu barədə danışacağıq. Rami müəllim, mən belə bir şey eşitmişəm ki, şagirdlər ev tapşırıqlarını süni intellektin, ChatGPT-nin köməyi ilə eləyirlər. Doğrudan mı edirlər bunu və bu nə dərəcədə təhlükəlidir? Əslində texnologiya həyatımıza girəndən sonra, həyatımızın bir parçası olandan sonra bunun müsbət və mənfi tərəfləri olacaq. Baxın, adi ChatGPT proqramları olsun və yaxud da gələcəkdə süni intellekt proqramları olsun, bunu abituriyentlər və yaxud da şagirdlər deyə düzgün istiqamətlənməlidirlər. Valideynlər buna xüsusi nəzarət yetirməlidirlər. Baxın, biz normal götürək, hər hansı bir YouTube proqramını götürək, internet resursunu götürək. YouTube-da və yaxud da başqa hər hansı bir sosial platformada şagird müsbət də istiqamətləndirə bilər, mənfi də istiqamətləndirə bilər. Lazımsız belə deyək, videolara baxar, mənfi istiqamətlənmiş olar. Amma YouTube-da hər hansı bir müəllimlərin elmi video parçalarına və yaxud da elmi video çarxlarına baxaraq oradan müəyyən müsbət nəticəni əldə edə bilər. Süni intellekt və ChatGPT proqramları da eyni şəkildə. Əgər oradan şagird lazım, misal üçün tutaq ki, hər hansı bir belə deyək, qısa bir məlumatı, tutaq ki, deyək ki, hər hansı bir dağın hündürlüyünü soruşursa, onu ChatGPT proqramından müəyyən qədər əldə edə bilər.
ki bilməsi üçün. Bu çox gözəl bir təşəbbüsdür. Amma müəllimin verdiyi ev tapşırığını ChatGPT proqramı vasitəsilə ünvanlayıb oradan verilən məlumatları eyni şəkildə köçürdərsə, bu artıq şagirdin təfəkkürünün getdikcə passivləşməsinə gətirib çıxaracaq. Artıq öz təfəkkürünü inkişaf etdirməyəcək və ChatGPT proqramına mənfi istiqamətlənmiş olacaq. Ona görə də bu istiqamətdə müəllimlər də, valideynlər də xüsusi diqqətli olmalıdırlar. Baxın, misal üçün Dövlət İmtahan Mərkəzinin test bankları var, tərtib etdiyi test bankları. Bəli. Test banklarının arxasında düzgün cavablar da verilir. Müəllim ev tapşırığı evə verdiyi zaman abituriyent rahat bir şəkildə gedib arxasında test bankının cavablarına baxıb qeyd edib gətirib müəllimə təqdim eləyə bilər. Eləyənlər də var əlbəttə ki. Amma müəllim nə edir? Həmin suallardan, verilən ev tapşırığından 1-2 dənəsini şagirdə yoxladır. Baxın görüm elə bu şagird həqiqətən özü mü yazıb, yoxsa o bankdan cavabları olduğu kimi köçürübmü? Bunu müəyyənləşdirdiyi kimi eyni şəkildə həmin ev tapşırıqlarını da abituriyentin və yaxud da şagirdin ChatGPT proqramlarından mı, yoxsa öz düşüncəsi ilə mi hazırlayıb, özü mü bu məsələni həll edib, tapşırığı həll edib müəyyənləşdirib yoxlaya bilər. Eyni şəkildə valideyn də. Valideyn də mənim bildiyim qədərlə o proqramlarda rahat bir şəkildə yazılanlar, qeyd olunanlar yadda qalır, yaddaşda qalır. Valideyn arada sırada araşdırıb baxa bilər ki, yəni uşaq necə məşğul olub bu ilə, eyni sualı yazıbmı və yaxud da müəllim, valideyn bu şəkildə eləyə bilər. Müəllimin verdiyi tapşırığı ChatGPT proqramında eyni tapşırığı yazıb şagirdin cavabı ilə uyğunlaşdıra bilər. Ki, yəni valideyn bunu etməlidir xüsusilə də və uşaq eyni oradakı olanı köçürübmü? Çünki eyni ChatGPT-yə eyni sualı verildiyi təqdirdə eyni cavabı verəcəkdir. Elə deyilmi? Şagirdin yazdığı cavabla əgər o verilən cavab eynidirsə, demək ki, şagird orada olduğu kimi köçürüb və bu da əlbəttə ki, şagirdlərə böyük bir uçurum aparar. Əgər valideyn nəzarəti və müəllim nəzarəti bu istiqamətdə olmazsa, bu bizim gözəl və mükəmməl bildiyimiz proqramların dezavantajı, mənfi avantajı da əlbəttə ki, yansıyacaq. Və ən pisi də odur ki, valideyn ona kömək üçün müraciət edən övladına ev tapşırığını həll etmək üçün ChatGPT-ni məsləhət bir də o da var. O da həqiqətən böyük. Həll eləyir. Niyə? Çünki valideynlər bəziləri onu bilmədiklərinə görə bu uşağın gələcəyi üçün müəyyən qədər problem yaradacaq. Bunu düşünə bilmirlər. Özlərini belə deyək, rahatlatmaq üçün valideynin uşağı başını burada qaçsın da başımı ağrıtmasın düşüncəsi ilə bəzi valideynlər bu addım atırlar. Bu səhv addım. Məsələn, necə ki, az yaşlı uşaq sakit qalsın deyə telefonu verirlər, gələ orada multfilmə bax və ya cizgi filmlərinə bax deyə. Yəni o necə uşağa mənfi təsiri vardısa, bunun da eyni şəkildə mənfi təsiri var. Çünki uşaq istər-istəməz o cizgi filmlərinə baxa-baxa müəyyən bir problemlər yaşaya bilir. Çünki orada uşağın şuur altına yeriləcək bəzi məqamlar olur ki, o olmamalıdır. Misal, uşağa mənfi təsir eləyə bilər gələcəkdə. O kimi ziyanlar eyni şəkildə ChatGPT proqramlarında da valideynin nəzarəti olmadan və yaxud da müəllimin yoxlama nəzarəti olmadan həyata keçirilən şagird üçün böyük bir problemə çevrilə bilər. Ümumiyyətlə ev tapşırığı verilməlidir şagirdlərə, Ramin müəllim. Əslində kurikulum sistemində əslində ev tapşırığı sinifdə həll olunmalıdır. Kurikulumun anlayışı budur. Kurikulum bu deməkdir. Bizdə kurikulum düzgün mənimsənilməyib. Çünki biz kurikuluma başlayanda körtəbii başladıq. Buna hazırlıqsız başladıq. Ona görə də kurikulumda belə qısa təlimlərlə müəllimləri müəyyən qədər buna hazırlamağa başladıq. Kurikulum sistemi budur. Şagird öyrəndiyini məktəbdə öyrənməlidir. Ev tapşırığı şagirdə asanlaşdırılmış bir formada təqdim olunmalıdır və xüsusilə də praktiki formada təqdim olunmalıdır. Bax, bu misal üçün tutaq ki, deyək ki, proqram verilir sənə, evdə bu proqramı hazırla. Tutaq ki, informatikadansa, riyaziyyatdansa, bu sual ətrafında bir düşün, bu sualın başqa bir həlli yolu ola bilərmi? Yəni bu sualı burada işlədi, bunun başqa bir həlli yolu ola bilərmi? Şagirdi düşünməyə vadir eləyən bəzi məqamları artıq ev tapşırığı kimi müəllim verməlidir. Əslində kurikulumun anlayışı budur. Kurikulum bütün tədris prosesini orta ümumi təhsil məktəbində həll eləməlidir. Bütün tapşırıqlar orta məktəbdə həll olunmalıdır, sinifdə həll olunmalıdır. Ev tapşırığı asanlaşdırılmış, sadələşdirilmiş bir formada verilməlidir. Amma bizdə baxırsan ki, ciddi, yüklü, məsələn, şagirdə baxırıq, çantasını qaldırmaq mümkün deyil. Valideynlərin ən çox narazılıq etdiyi çantanı qaldırmaq olmur. Niyə? Çünki sinif testləri, dərsliklər yanında alternativ tapşırıqlar aldırırlar.
sinif tapşırıqları, test tapşırıqları aldırırlar müəllimlər. Bu da həqiqətən də istər-istəməz şagird üçün yük olur və valideyn də məcbur olur şagirdi özü gətirsin məktəbə. Çantasını şagird tək özü götürə bilmir. Bu da istər-istəməz şəhərdə müəyyən sıxlığı formalaşdırır. Yəni bunların hər biri bir-birindən bağlıdır. Zəncirvari reaksiya. Bəli, həqiqətən də ciddi problemlər bir-birinin arxasından zəncirvari olaraq gəlir. Bu da ya valideyn öz nəqliyyat vasitəsi ilə gətirəcək və yaxud da ümumi nəqliyyat vasitələrinə minəcək. Bu da istər-istəməz sıxlığı yenə də formalaşdırmış olacaq. Rami müəllim, mən sizə təşəkkürümü bildirirəm. Yenə də çox maraqlı və aktual məsələlərə toxunduq və toxunmaq bir tərəfə çox istərdim ki, çox tez bir zamanda bu məsələlər öz həllini tapsın. Bax, deyirsiniz ki, kurikulum sistemini biz tətbiq etmişik. Görün, neçə ildir artıq kurikulum tətbiq olunur, amma hələ də onu tam formalaşmış şəkildə hər şey idealdır deyə bilmərik. Bax, qəbul imtahanları, buraxılış imtahanları ilə bağlı məsələ, müəllimlərin işə qəbul imtahanları, sertifikasiya imtahanları, orta məktəbdə biraz təhsilə fərqli yanaşma, kökündən hər şeyi dəyişmək məsələləri, bunlar həmişə danışılacaq və həllini gözləyəcək məsələlərdir. Mən uğurlar arzu edirəm bu səbəbdən həm sizə, həm təhsil sahəsinə bağlı olan digər insanlara, yəni uğurlar və səbir arzu edirəm. Bəli. O ənənəvi sualımı ünvanlamaq istəyirəm. Bir dəfə bu sualımı cavablandırmısınız. Bilmirəm, yəqin ki, indi cavabınız fərqli olar. Əgər zaman maşını ixtira olunsaydı, hansı dövrə səyahəti seçərdiniz? Keçmişə, indiki zamanda qalardınız, yoxsa gələcəyə gedərdiniz? Çox maraqlı bir sualdır. Keçən dəfə yəqin ki, gələcəyə demişdim. Yəni xatırlamıram sözünüzü. Mən elə düşünürəm. İndi də yəni gələcəyi düşünürəm. Çünki keçmiş belə deyək, gələcəklə müqayisə olunanda bizim dövrdə xüsusilə də bəlkə siz bizdən biraz yaşca aşağısınız. Bizim dövrdə Qarabağ müharibəsi ilə əlaqədar müəyyən acı xatirələrimiz vardı. Ona görə də mən gələcəyi düşünərdim. Zaman çarxının gələcəkdə hesab edirəm ki, daha uğurlu bir Azərbaycan üçün, ölkəmiz üçün, eləcə də təhsilimiz üçün uğurlu bir tarix yazılacaq deyə düşünürəm. Çünki həqiqətən də təhsil istiqamətində atılan uğurlu addımları görürəm. Yəni bunu dilləndirmək lazımdır. Düzdür, indi zamanımız artıq bitir. Bunun haqqında yəqin ki, başqa bir zaman oturub danışarıq. Təhsildə müəyyən addımlar atılır və bu atılan addımlar əlbəttə ki, indiki dövr üçün deyil, gələcək dövr üçün hesablanır və hesab edirəm ki, gələcəkdə daha uğurlu bir təhsilimizi görəcəyik. Ona görə də gələcəyi seçirəm. Ümid edirəm və sizə uğurlar arzu edirəm. Minnətdaram ki, gəldiniz. Əziz dinləyicilərimiz, təhsil eksperti Rami Nurəliyev bugün Zaman Maşınında mənimlə həmsöhbət idi. Təşəkkürümü bildirirəm sizə də diqqətiniz üçün. Özünüzə və planetə yaxşı baxın. Eşidilmək ümid.